Mən gördüm vallahi değmez. Ne kadar ürək yaralı var. Appreciate. Sen geceler on. Bu da başlanğıcıydı. İmkan olsa yeni veresin derdime. Dərdim var. Bu nədir? İmkan olsa gəlib eləsin dərdimə. Çağıra. Kommunal. Işıq bulu 100 manat gəlib. Qalır gözüm. Söyle gönül. Amma öz aramızda Nəfət çox qəşəng qızdır. Yollar ayın 31'i. Nə deyək? Gələn ayın 31'i. Vallahi başa düşmədim. Den göreceksen ölüm gelip. Hay adım X. Bizden düzle sal. Salam dəyərli dostlar. Mən Şəhriyar Nadir. Xoş gördük. Əziz dostlar, videoya keçməmişdən öncə istəyirəm sizdən bir şey xahiş eləyim. Mənim xətrimə bu kartda çıxan kanala zəhmət olmasa abunə olun və yaxud da videonun başlığının qabağında taq olunmuş ad görəcəksiniz. Invest Akademiya. Həmin kanala abunə olun. Orada sizə pul qazanmağın yollarını pulsuz öyrədəcəklər. Abunə olun zəhmət olmasa, sonra keçək videoya. Dostlar, bilirsiniz ki, Azərbaycan musiqisi elə bir musiqidir ki, məsələn, qardaş Türkiyədə bizim musiqilərə qulaq asanda söhbət səviyyəli musiqilərdən gedir, ara mahnılarından getmir. Bizim musiqilərə qulaq asanda, bizim xanəndələrə qulaq asanda türk qardaşlarımız deyirlər ki, dünya bir orkestr olsaydı, Azərbaycan həmin orkestrin şefi olardı. Bu həqiqətdir. Məlum məsələ, başlıqdan da gördüyünüz kimi, bugün musiqilərdən söhbət açacağıq. Mənim qabağıma çıxan, daha çox izlənilən, son zamanlar çıxan mahnılar var ki, onlara qulaq asıb, daha doğrusu hamısına qulaq asa bilməyəcək. Çünki müəllif hüquqlarına görə çox qısa qulaq asıb öz münasibətimi bildirəcəm. Bu videonu çəkməmə səbəb ilk göstərəcəyim mahnı klipi ilə bir yerdə o oldu. Səbəb o oldu. Belə pis çıxmasın. Musiqi zövqümə güvənirəm və öz musiqi zövqümə, duyumuma görə bu videoda mahnıları ayırd eləyəcəm ki, hansı yaxşıdır, hansı normaldır, hansı pis. Ola bilər ki, izləyicilər arasında mənim pis dediyim mahnını yaxşı kimi sevən izləyicimiz olsun. Ona görə də nəzərə alın ki, mən öz zövqümə uyğun bu videonu çəkirəm və ümid edirəm ki, mənim zövqüm də pis deyil. Mən də bəzən ara mahnıları dinləyirəm. Yəni demirəm ki, mən başdan ayağa bütün günü caza qulaq asıram, klassik musiqilərə, muğama, yox. Məsələn, bizim 2007-ci ildə hərbi xidmətdə dinlədiyim, o vaxt ağız büzdüyüm mahnı var ki, indi mənə nostalgiya yaşadır və yaxud da tələbəlik illərində 224 nömrəli, o vaxt 224 idi, sonra 24 elədilər. Həmin avtobusda məcburən zorla sürücünün sərnişinlərə dinlətdiyi mahnı var idi. Dəstəyi qoyma yerə, qoyma yerə, qoyma yerə. Bu mahnı mən bezmişdim də, qulağımı tuturdum, yəni qulaqlıq taxırdım, başqa mahnılara qulaq asırdım ki, bunu eşitməyim. Amma illər keçdikcə həmin mahnını arada YouTube-da açıb dinləyirəm və nostalgiya yaşayıram. Artıq o mahnı mənə pis təsir eləmir. Belə şeylər də olur, bu insanlıq halıdır. Yəni uzun sözün qısası, bəzən zamanında qıcıq olduğumuz bir mahnı 10 ildən, 15 ildən sonra bizə nostalgiya yaşadacaq mahnıya çevrilə bilər. Mən gördüm vallahi değmez. Ne kadar ürək yaralı var. Appreciate. Sen geceler on. Bu da başlanğıcıydı. Bax, yenə deyirəm, müğənnilərlə filan işim yoxdur. Sadəcə bu da başlanğıc. Mən gördüm. Bayağıdır. Vallahi mənə görə belə deyil. Sizə görə necədirsə şərhlərdə yazın, bildirin. Bütün şərhləri oxuyuram təbii ki. Mən gördüm vallahi değmez. Ne kadar ürək yaralı var. Appreciate. Sen gece. Bu mahnını birbaşa da başlamaq olardı. Yəni bu cümlənin nə şeyi var, effekti var. Sen nə yatına alt üst edəcək, ondasa gec olacaq ay bədbəxt. Bədbəxt sözü Azərbaycan dilində belə bir söz var təbii ki, hamınız bilirsiniz. Mahnıya biraz yaraşmır, adamın əhli ürpəşir. Ondasa gec olacaq ay bədbəxt. Nə yatına alt üst edəcək, ondasa gec olacaq ay bədbəxt. Arxa fonda belə rəqs eləyirmiş kimi. Bədbəxtdən oxuyursunuz, niyə rəqs eləyirsiniz? Mənə çatmır açığı. Məsələn, kimsə qəmli filan belə şeylər oxuyur, ölürəm həsrətindən, nə bilim, asacam özümü filan, bəsməkan, amma arxa fonda rəqs eləyirlər. Çatmır mənə. Siz qəm çəkirsiniz, yoxsa rəqs eləyirsiniz?
Mən gördüm. Klip çəkdirirsənsə, ya biraz gözlə dodağının yarası keçsin, klipdə pis görsənir, ona görə deyirəm. İnsan qarşısına çıxırsınızsa, biraz diqqət eləmək lazımdır. Show biznesə girirsiniz, show biznes adamısınızsa, biraz diqqət eləmək lazımdır. Ya qrimlə onu yox eləyə bilərdin və yaxud da biraz gözləyərdin, ağzının yarası getsin, sonra klip çək. Deməli, eləmədim tənbəlliyi, girdim klipin altında açıqlama bölməsinə, dedim, görün burada nə yazıblar? Dəstək. Dəstək nədir? Dəstək nədir? Dəstək yaza bilmirsiniz. Aranjman Ruslan Səfəroğlu, klip Xəyal Murtuzov. Bizim dilimizdə X hərfi deyilən bir şey var. Xəyal nədir? Sən mən can. Xəyal yaza bilmirsiniz? Xəyal. Güya belə olanda cool olur. PR Manager, Universal World TV. World. W yazılmalıydı orada. Neyse, boş ver. Hoş edirəm mənim salamlarımı. Yare deyərsən. Rüfət Nasosnu istedadlı meyxanaçıdır. Bunu qoyduq bir kənara. Amma bu adamın səsi yoxdur. Ya fakt yoxdur da. Kör, gör, kar, eşit. Bu sözləri yazıb, bu musiqi də çox qəşəng belə musiqidir. Adama pozitiv enerji ötürür. Bunu başqa bir müğənniyə versəydi super olardı. Başqası oxusaydı daha yaxşı olardı. Deməli, mahnıda deyir ki, Rüfət də klipində rəqs eləyir. Çox güman ki, yarə deyər söz deyirsə, nəysə bir problemi var da, ayrı düşüb. Niyə rəqs eləyirsən? Bax, mənə bu çatmır. Ayrılıq, həsrət, qəm, kədər, amma rəqqa çıqa. Qədər baxdım. Su kimi axdı, getdi qızıl vaxtım. Qəşəng sözləri var, hə. Çünki meyxanaçıdır, şairdirlər, söz yazanda diqqət edirlər. Amma meyxanaçılar mahnı oxumasa super olar. Bir dənə Aydın Sani, Aydın Saniyə, yəni heç nə deyə bilmərəm. Çünki adamın musiqi duyumu, səsi yaxşıdır, oxuyur. İmkan olsa gəlib verəsin dərdimə. Çarə deyərsən. Deyir ki, imkan olsa gəlib eləsin dərdimə, çarə deyərsiz. Dərdim var. Bu nədir? İmkan olsa gəlib eləsin dərdimə, çarə. Gecələrim haram, ona deyil gəlsin. Zeynəb Həsəni deyir, gecələrim haram. Hər halda bir adamın gecələri haramdırsa, deməli bu da sevgilisindən ayrı düşüb. Amma bu da rəqs eləyir. Siz real həyatda qəmli olanda durub rəqs eləyirsiniz. Təsəvvür eləyin. Kreditin vaxtı çatıb. Kommunal. İşıq pulu 100 manat gəlib. Nəfəs ala bilmir, darıxır adam, ona deyil gəlsin. Nəfəs ala bilmirsən. Niyə? Çünki dayanmadan rəqs eləyirsən. Arada bir otur, dincəl, nəfəs al. Akşin Fatih keçmişdə meyxana deyildi Eyşən Xəzərlə. Sonra nəsə araları dəydi. Getdilər dindarlıqla məşğul oldular, buraxdılar başını. Akşin sonra gördü ki, mərsiyədə filan xeyir tapmadı. Təzədən qayıtdı meyxanaya, mahnıya, qarışıq aləm dəydi bir-birinə. Nəfəslə oxudu. Sonra nə bilim bir-birlərini efirdə qırdılar, yenə barışdılar, nəfəslə başlayıb oxumadı. Vaxt gələcək bəlkə də bu mahnılar nostalgiya olacaq. Çünki onun deməli Haram olsun mahnısı var. Meyxana demirəm ona, mahnıdır. Haram olsun sənə etdiklərim. Bizim tələbəlik illərimizdə trend olmuşdu. Yəni hər yerdə ona qulaq asırdılar. İndi onu məsələn YouTube-da qabağıma çıxanda nostalgiya yaşayıram. Çünki o vaxt o qədər eşitmişəm onu, o illər yaşadım. Amma öz aramızda Nəfət çox qəşəng qızdır. Dağ deyib güvəndin insan kiridir. Etdin əlindən gələni. Bu qardaşın mahnıları bilirsiniz də, qadınlar o nə vaxt tənha belə bir ki, mərsiyə oxuyan da bir sözlə. Şəhərdə hara gedirdin, yüksək səslə qulaq asırdılar filan. Sən yanaqları gülən zaman batan adam, mən o boşluğa zamanlığı. Bu mahnı yenə o qadınlardan mərifətlidir. Qadınlar nə vaxt tənha qalırlar, qisasın saçlarından alırlar. Mənsə gözləyən yol hər ayın 31-i. Nə deyir? Gələn ayın 31-i. Valla başa düşmədim nə deyir. Bilən varsa şərhlərdə yazsın. Lil Orxan
Əvvəllər rapçi olub, sonra keçdi mahnı oxumağa, Ərgən mahnıları oxuyurdu. Musiqiləri qəşəng musiqilər seçirdi, amma o deyildi də, bəsit sözlər, bəsit şeylər, zatlar. Amma bu nədirsə, qəşəng bir normal bir klip çıxıb ortalığa, normal bir musiqi çıxıb ortalığa. Amma Orxanın çox da belə səsi yoxdur. Çox güman ki, Svideniyada üstündə işləyirlər filan. Amma pis deyil. Yəni ortaya yaxşı bir şey çıxardıblar. Klip də zəhmət çəkiblər. Amma qızın səsi yaxşı olduğu üçün qızın səsini kompüterdə işləməyiblər. Proqramla heç bir iş görməyiblər. Yəni xaric oxumur, yaxşı oxuyur. Lil Orxan çox da güclü bir, nə bilim, rapçi deyim, müğənni deyim, olmasa da, amma adam zəhmət çəkir. İllərdir, mən onun neçə ildir görürəm ki, adam elə nəsə eləməyə çalışır. Getmə kimsəsiz Və gəlirik şedevrlərə. Mənə görə bunlar şedevrdir. Ümid edirəm ki, sizə görə də belədir. Nəzakət xanım oxuyub, Nəzakət Teymurova. Yəni bu hara, olar hara. Qəmli musiqi belə olar. Necə deyim, sözlə ifadə eləyə bilmirəm. Çox möhtəşəm ifa olunub, çox möhtəşəm musiqidir. Yoxdur tayı bərabəri. Və bu yaxınlarda reytinqdə çox aşağı olan, az dinlənilən, az izlənilən bir ekspertin yeni treki çıxdı qabağıma. Baxıram ki, o deyil də, bu milyonlarla izlənilməlidir, bu milyonlarla dinlənilməlidir. Üstüm başım qoxur, yoxluq addım bəri. Sualın düzgün cavabını tapdım ələn dəlilləri. Rap budur, rap budur. Bəziləri şeir deyirlər, rap oxumurlar. Şeir deyirlər, rap adı ilə soxuşdururlar cəmaata. Yaxşı pullar qazanırlar. Rap budur. Mənə görə budur. Yəni yenə deyirəm, bugün mənim zövqümə uyğun danışıram. Öz zövqümü təqdim edirəm sizə. İnşallah ümid edirəm ki, bir çoxunuz da mənimlə eyni fikirdəsiz. Qapın döyülmədən görəcəksən ölüm gəlib. Hay adım X, bizdən düzəsən. Yazılmış sözlərə baxın, bəsit sözlər yoxdur. Nə qədər yesə də sonda alacaq insan. Minimum bir nəfəs, minimum ki ən kəfən. Mən bunu çox bəyəndim. 10 ballıq sistem üzərindən verirəm 11 xal. Sən mənim ulduzlu dünyam olmalıydın. Əziz dostlar, mən bir şeyə peşmanam ki, mən bu musiqini 2022-ci ildə kəşf eləmişəm. Çox pisəm də buna görə. Zeynəb Xanlarova yazıb, həm də oxuyub. Amma mən Zabitə xanımın ifasında dinləyəndən sonra başa düşdüm ki, Zeynəb Xanlarovadan 1000 qat yaxşı oxuyub. Sən mənim bir dünya sevdam olmalıydın. Eləyə bilmirəm, ona görə soxuram hesaba. Bu mahnı, klip tam üst-üstə düşür. Çox qəşəng işləyiblər. Səs də qəşəngdir, aranjman da, hər şey öz yeri yerində. İş buna deyərəm. Ümid edirəm ki, videonu bəyəndiniz. Bəyəndinizsə, bəyən butonuna basın, videonu bəyənin. Çünki videonu bəyənəndə daha çox insanın qarşısına çıxır və çox izlənilir. Fikirlərinizi də yazıb şərh bölməsində qeyd edə bilərsiniz. Çünki bütün şərhləri oxuyuram. Bunu mənim izləyicilərim bilir. Videonun başlığının qabağında Invest Akademiya kanalına mütləq abunə olun. Gözləyəcəm. Əziz dostlar, özünüzə yaxşı baxın. Görüşərik. Hələlik.